Əziz şagirdlər, əziz abituriyentlər, bugünkü dərsimizdə mərkəzi qaçma təcili, qayışla ötürmə, eyni disk, eyni küre üzərində hərəkətə aid düsturların izahını verəcəm. Deməli, birinci başlayaq mərkəzi qaçma təcilindən. Ümumiyyətcə, belə bir şey vurğulayım ki, mən şagirdlər, çevrə üzrə hərəkət əyri-xəttli hərəkətin sadə növlərindən biridir. İstənilən cür əyri-xəttli hərəkət təcilli hərəkətdir. Yəni, təcil sürət dəyişməsinin, yəni biz düz xətli dəyişən sürətli hərəkətə gəldikdə təcildən danışası olsaq, təcil A hərfi ilə işarə olunurdu və sürət dəyişməsinin həmin dəyişməyə sərf olunan zamana nisbəti ilə təyin olunurdu. Yəni bizim təcilimizin düsturu budur. Və biz buradan baxırıq ki, təcilimiz həm sürətin istiqamətcə, həm də ədəd qiymətcə dəyişməsi hesabına yaranır. Yəni çevrə üzrə hərəkətdə də əyri-xəttli hərəkətdir və əyri-xəttli hərəkət zamanı cismin sürəti modulca sabit qalsa da istiqaməti dəyişir. Yəni, çevrə üzrə hərəkətdə istiqamət hesabına təcilli hərəkət yaranır. Və çevrə üzrə hərəkətdə təcilimiz mərkəzə doğru yönəldiyinə görə həmin təcilin qiymətinə adına mərkəzə qaçma təcili deyəcək. Yəni, hər hansısa bir çevrə çəkəsi olsaq burada, bizim çevrə üzrə hərəkətimizdə təcilimiz vaxt aşırı dəyişəcək. Məsələn, tutaq ki, biz hərəkəti sadə əqrəb istiqamətlə qəbul edirik, sürətimiz toxunan istiqamətdə, təcilimiz isə çevrənin mərkəzinə doğru. Və təcil vektoru ilə çevrə üzrə hərəkətdə sürət vektoru arasında qalan bucaq 90 dərəcədir. Yəni, bu vektorlar bir-birlərinə çevrə üzrə hərəkətdə perpendikulyar yönəlirlər. Və bütün istiqamətlərdə təcilimiz çevrənin mərkəzinə doğru yönəlmiş olacaq. Burada bəzən şagirdlərimiz şaşır, həmişə mərkəzə doğru yönəldiyinə görə istiqamət dəyişməz deyirlər, amma xeyr. Məsələn, tutaq ki, A nöqtəsində istiqamətimiz aşağıdır. Məsələn, B nöqtəsində istiqamətimiz soladır, C nöqtəsində yuxarıdır, D nöqtəsində isə sağadır. Yəni, aşağı, yuxarı, sağa, sola istiqamətimiz vaxtaşırı dəyişir. Ona görə də çevrə üzrə bərabər sürətli hərəkətdə bizim təcilimiz modulca sabit qalır, istiqamətcə dəyişir və eyni anda sürətimiz də modulca sabit qalır, istiqamətcə dəyişir. Sürət həmişə toxunan istiqamətdə, təcil isə həmişə çevrənin mərkəzinə doğru yönəlir. Mərkəzi qaçma təcilinin moduluna keçsək, mərkəzi qaçma təcilinin modulu V kvadratı bölünsün R ifadəsi ilə təyin olunur. Bu bizim mərkəzi qaçma təcilimizin əsas düsturlarından biridir. Yəni, düsturun alınışı var, amma düsturun alınışını uzun-uzadı da yazmırıq. Birbaşa yazırıq, çünki bu sadəcə təkrar üçün düsturları xatırlatma adına çəkdiyim dərsdir. İndi gələk təcilin digər düsturlarına. Mən sürətimizin yerinə omega vur R yaza bilərəm. Yəni, xətti sürətlə bucaq sürət arasında əlaqə düsturu. Onda təcilimizin ifadəsi düşər omega kvadratı R şəklində. Sonra, mən omeganın yerinə 2pi bölünsün T yaza bilərəm və yaxud da 2pi-n yaza bilərəm. Onda mərkəzi qaçma təcilimizin düsturu olar 4pi kvadratı R bölünsün T kvadratı və ya 4pi kvadratı n kvadratı R şəklinə düşər. Və yaxud da omega kvadratı R-i omega R vurulsun omega şəklində yazsaq və bizim omega R-ə də V desək, onda mərkəzi qaçma təcili üçün belə yazıram. A bərabərdir omega kvadratı R ifadəsini omega R vurulsun omega yazıram. Omega R bizdən ötürü V idi və düsturumuz olar omega V. Yəni, mən mərkəzi qaçma təcilinin düsturunu bu şəkildə yaza bilərəm. A bərabərdir 2pi V bölünsün T, omeganın yerinə 2pi bölünsün T yazıram. 2pi-n V və yaxud da omega V şəklində də yaza bilərəm. Baxın, bu çevrə üzrə hərəkətdə mərkəzi qaçma təcilinin düsturlarıdır. İndi bu düsturlardan necə istifadə edəcəyik şagirdlər? Bu düsturlardan o şəkildə istifadə edəcəyik ki, bizə verilən kəmiyyətlər bəlli olsun. Məsələn, tutaq ki, bizə xətti sürət və bir dəqiqə, buna bir dənə səliqəli xətt çəkək. Tutaq ki, bizə şagirdlər xətti sürət və tezlik verilib. Onda mən 2pi-n-v düsturundan istifadə edərəm. Sürət period verilibsə 2pi-v bölünsün T-dən istifadə edə bilərəm. Bucaq sürəti və xətti sürət verilibsə omega V düsturundan istifadə edərəm. Period, radius verilibsə
4pi kvadratı r bölünsün t kvadratdan istifadə edərəm və s. Mən asıllıq qrafiklərinə baxası olsaq şagirdlər, burada belə bir ifadəmiz var. Məsələn, tutaq ki, mərkəzi qaçma təcilinin bucaq sürətindən asıllıq qrafikini xətti asıllıq götürə bilərik. Nə zaman götürə bilərik? Xətti sürətimiz sabit olarsa. Eyni anda mən mərkəzi qaçma təcilinin bucaq sürətindən asıllıq qrafikini parabola da götürə bilərəm. Parabola nə zaman götürəcəm? Radius sabit olarsa. Radius sabit olanda bizim mərkəzi qaçma təsirimizin düsturu olacaq omega kvadratı r, amma xətti sürət sabit olanda omega v. Ona görə xətti sürətimiz sabitsə xətti asılıdır, amma radius sabitsə kvadratik asılıdır. Yəni bu tip məsələlərin həllində biz bu düsturların hamısından istifadə eləyəcəyik. Əsas düsturumuz isə v kvadratı bölünsün r düsturudur. Belə. Mərkəzə qaçma təcili ilə bağlı ifadəmiz bu şəkildə. Radiusdan asıllıq qrafiklərini də qeyd edeyim. Mərkəzə qaçma təcilimizin radiusdan asıllıq qrafiki. Xətti asıllıq o vaxt olar ki, burada omega sabit olsun. Yəni qrafikimiz omega tənliyimiz omega kvadratı r-dir. Yəni omegamız sabit olarsa. Mən mərkəzə qaçma təcilinin radiusdan asıllığını tərs mütənasiblə götürə bilərəm. Radiusdan asıllığımız tərs mütənasib o vaxt olar ki, xətti sürətimiz sabit olsun. Hansı düstura əsasən A bərabərdir v kvadratı bölünsün r düsturuna əsasən. Yəni bu düsturların hər biri bizdən ötürü önəmlidir ki, biz hər bir düstura görə cəmiyyətlərimizin necə asılı olduğunu təyin edə bilək. Bu belə, mərkəzi qaçma təcili ilə bağlı ifadələrimiz bu şəkildə. Məsələn, tutaq ki, bizə məsələ nətər verə bilər? Deyə bilər ki, bucaq sürətini verib, məsələn, 2 radian bölünsün saniyə. Xətti sürətimizi verib, məsələn, tutaq ki, 4 metr bölünsün saniyə. Deyir ki, mərkəzi qaçma təcilini hesabla. Mən avtomatik onu omega v düsturuna əsasən hesablayaram. 2 vurulsun 4 eləyər. 8 metr bölünsün saniyə kvadrat. Sadə bir misal idi. Yəni, və yaxud da saniyə qrəbi, dəqiqə qrəbindən danışırsa, orada period bəllidir. Onda 4pi kvadrat r bölünsün t kvadrat düsturuna istifadə edərək məsələmizi həll edə bilərik. İndi gəlirik, eyni disk, eyni kürə üzərində hərəkət zamanı sabit olan dəyişməyən cəmiyyətlərimizin təyin olunmasına. Deməli, eyni disk, eyni kürə üzərində hərəkətdən danışırıqsa, mən diski çəkirəm əvvəlcə. Tutaq ki, bizim 2 diskimiz var, 1 diskimiz var, üzərində 2 nöqtə götürəcəyik. Bu şəkildə, bu da diskin mərkəzi olsun. Məsələn, bu bizim olsun R1, 1 nöqtəmiz. Bu olsun bizdən ötürü 2 nöqtəmiz. Artıq mən bura bilirəm ki, eyni diskin üzərində radiuslarımız fərqlidir. Və yaxud da eyni kürə götürək. Kürə götürəsi olsaq, kürə üçün biz nə edəcəyik? Fırlanma oxu götürəcəyik. Fırlanma oxunu bu şəkildə qeyd eləyək. O1, O2 oxu və çevrənin mərkəzdə O olsun. Onda bizim nöqtələrimizi bu şəkildə qeyd eləyək. Belə, məsələn, tutaq ki, 1 nöqtəsi yazıram bura, bura 2 nöqtəsi yazıram. Artıq 1 nöqtəsinin radiusu budur. Yəni, fərqli rəngdən qeyd edək. 1 nöqtəsinin radiusu, bu da 2 nöqtəsinin radiusu. Belə. Eyni disk, eyni kürə üzərində, yəni eyni bir cismin hərəkəti zamanı, çevrə üzrə hərəkəti zamanı, həmin cismin periodu fərqli ola bilməz. Çünki, məsələn, tutaq ki, cisim hər hansısa bir maşın. Maşının, məsələn, tutaq ki, qabaq təkəri 5 saat hərəkət edibsə, arxa təkəri 3 saat hərəkət edib deyənmərik. Və yaxud da, məsələn, insan, məsələn, hər hansısa bir binanın ətrafından təsəvvür edin, çevrə üzrə hərəkət edirik. Bizim bir qolumuzun hərəkət müddəti olub 5 saniyə, 10 saniyə, amma digər qolumuzun hərəkət sürəti olub, məsələn, tutaq ki, 30 saniyə. Bu mümkün deyil. Çünki eyni bir cismin bütün nöqtələri eyni cür hərəkət etdiyinə görə, eyni disk, eyni kürə üzərində verilmiş nöqtələrin periodları tezlikləri, bucaq sürətləri
ve eyni zamandaki dövrlərinin sayı bərabərdir. Verilmiş bu kəmiyyətlərimiz bərabərdir və cisimlərin getdikləri yollar fərqlidir. Cisimlərin xətti sürətləri fərqlidir. Cisimlərin mərkəzi qaçma təcilləri fərqlidir. Və məsələn, mən xətti sürət anlayışından danışıram. Xətti sürətimi mən avtomatik yazacağam omega r. Omeqamız eyni olduğuna görə xətti sürətimiz radiusdan düz asılı olacaq. Avtomatik mən baxaram ki, birin radiusu kiçikdir, ikinin radiusu böyükdür. Ona görə mən yazacağam V2 böyükdür V1. Məsələn, təcilin düsturunu yaza bilərəm omega kvadratı r. Omega sabitdir, təcilimiz də r ilə düz asılıdır. Demək ki, A2 böyükdür A1. Yəni, radiusu böyük olanın təcili, xətti sürəti böyükdür. Kiçik olanlar isə kiçikdir. Məsələn, gedilən yola gəldikdə isə çevrənin uzunluğu olaraq düşünə bilərik. 2πr və getdiyimiz yol radiusdan düz mütənasib asılıdır. Radiusdan düz mütənasib asılı olduğuna görə radiusu böyük olanın getdiyi yol böyükdür. Bax, eyni məsələ kürə üçün də ödənir. Eyni disk, eyni kürə üzərində verilmiş kəmiyyətlərimiz sabitdir. Sürət, xətti sürət, təcil və gedilən yollar isə fərqlidir. Period, tezlik, bucaq sürəti və eyni zamandakı dövrlərin sayı bərabər olur. Növbəti qarşılı ötürməyə gələk. Görək qarşılı ötürmə nədir? Qarşılı ötürmədə iki diskin bir-birinə müəyyən bir kəmər vasitəsilə bağlanmış formasıdır və birlikdə hərəkətidir. Buna deyəcək biz qarşılı ötürmə, ondan sonra çarxlı ötürmə də deyə bilərik. Buna iki çarxın bir-birinə toxunaraq hərəkət də var. Bu oldu qarşılı ötürmə. İndi qarşılı ötürmə zamanı qarşılı ötürmənin məsələn bax bu iki diski maşının arxa və qabaq tərəf təkərləri olaraq götürə bilərik. Məsələn, maşının qabaq təkəri hansı sürətlə hərəkət edəcəksə, arxa təkər də həmin sürətlə hərəkət edəcək. Məsələn, tutaq ki, bir nöqtəsi deyək, bunun radiusu olsun belə. Burada 2 nöqtəsi deyək, 2 nöqtəsində radiusu olsun bu. Artıq radiuslar fərqlidir. Qarşılı ötürmə zamanı verilmiş nöqtələrin xətti sürətləri və getdikləri yollar bərabərdir. Qalan bütün kəmiyyətlərimiz hamısı fərqlidir. Yəni, maşının arxa və qabaq təkərlərinə baxası olsaq, arxa təkərlə qabaq təkərin sürəti fərqli ola bilməz. O sürət, o təkərlərin fərqli olması o deməkdir ki, maşın ya ortadan ayrılmalıdır, ya da maşın qarmon kimi yığılmalıdır. Bu da mümkün olmur. Və yaxud da maşının qabaq təkəri neçə kilometr yol gedirsə, arxa təkəri də həmin kilometr yol gedir. Yəni, onların müxtəlif yollar getməsi mümkün deyil. Amma yerdə qalan bütün kəmiyyətlərimiz hamısı bir-birindən fərqlidir. Məsələn, təcillərimiz fərqlidir. Ondan sonra periodlarımız fərqlidir. Tezliklərimiz fərqlidir. Ondan sonra bucaq sürətlərimiz fərqlidir. Sonra gedilən yol dedik. Eyni zamandakı dövrlərin sayı daha doğrusu T1 bərabərdir T2 üçün M1 fərqlidir N2 şərti ödənəcək. Yəni gördüyümüz bütün kəmiyyətlər hamısı fərqlidir. İndi biz xətti sürətimiz sabit olduğuna görə bu kəmiyyətlərin hamısını xətti sürətə gətirəcəyik. Məsələn, V bərabərdir 2πr bölünsün T düsturuna əsasən periodu tapsaq, periodumuz 2πr bölünsün V ifadəsini alırıq. Yəni, periodumuz radiusdan düz asılıdır. Yəni, qarşılı ötürmə zamanı yalnız periodların nisbəti radiuslarla düz nisbətdədir. Qalan bütün kəmiyyətlərimiz hamısı tərs mütənasib olacaq. Bunu ayrıca qeyd edirəm bura. Qalan kəmiyyətlərimiz hamısı tərs asılıdır. Məsələn, təcili təyin eləmək istəyirəmsə, V kvadratı bölünsün R-dən istifadə edəcəm. Məsələn, təcilimiz R-dən tərs asılı qalacaq. Ondan sonra bucaq sürətini təyin eləmək istəsəm, V bölünsün R-dən istifadə edəcəm, tərs mütənasib asılıdır. Tezliyi təyin eləmək istəsəm, V bölünsün 2πr düsturundan istifadə edəcəm, tərs mütənasib asılıdır və s. Qalan kəmiyyətlərimiz hamısı tərs asılıdır. Onları da vurğulayaq. Yəni, A1 bölünsün A2 bərabərdir N2 bölünsün N1'dir. Daha doğrusu R2 bölünsün R1. R2 bölünsün R1. Məsələn, M1 bölünsün N2 bərabərdir R2 bölünsün R1'dir. Sonra omega 1 bölünsün omega 2 bərabərdir R2 bölünsün R1'dir. Yəni, sadəcə period
radiusdan düz mütənasib asılıdır. Qalan bütün kəmiyyətlərimiz radiusdan tərs mütənasib asılıdır. Mərkəzə qaçma təcili, qarşılı ötürmə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Kanalımızı bəyənin, abunə olun. Digər şagirdlərlə də paylaşın ki, abunələrimizin sayı artsın və daha çox insan qarşısına çıxsın ki, imkan olmayan şəxslər də bu videolardan, bu təkrarlardan istifadə edə bilsin. Bu iki izahı ardıcıl elədim. Bu izahların ardı ilə həmən izahlara uyğun məsələ nümunələri də gələcək.